Bismillahirrahmanirrahim. Mehriban və bağışlayan Allahın adı ilə və yadı ilə İslamlıq və tühlüğün 28-ci bölümünü başlarıq. Bütün izləyicilərə, dinləyicilərə salam deyirəm. Sağlamlıq arzulayıram. Biz bu bölümdə insanşünaslığın ortaq qavramlarını 3 qaynaqda, açıda, Qur'an-ı Kərimdə, Farabinin fəlsəfəsində, Qutadğu bilikdə göstərib, tutuşdurub və siz ilə ortalığa qoyub paylaşacağıq. İndi isə vaxtı gəldi Türkün milli fəlsəfəsindən, milli hikmətindən qaynaqlanan, coşan insanşünaslığı Qur'anla tutuşturaq. Türkün məfkurəsindən qaynaqlanan insani qavramlar Qur'anın insani qavramları ilə bir yöndə, bir yoldadılar. Qarşı-qarşıya ola bilməzlər. Qur'anın insanşünaslığı macəralı əmanət kəlməsindən başlayır. Fəlahda da sona çatır. İnna ərəznəl əmanətə aləs səmavat vəl ərz vəl cibal. Biz əmanəti göylərə, yerə, dağlara verdik. Fəəbəynə ən yəhmilnəha. Onlar onu götürməkdən çəkindilər. Və əşvəqnə minha. Qorxdular. Və həmələhəl insan. İnsan onu daşıdı. Boynuna çəkdi. Bu əmanət nədir? Əqlidir, eşqidir, ixtiyardır. Göylər, yer, dağlar, ağılları, şuurları, ixtiyarları, sevməkləri olmasaydı necə əmanəti rədd edə bilərdilər? Necə qorxa bilərdilər? Şaman görümündə bunların şuurları vardır. Nəzərə belə gəlir, əmanət burada təhcə insanın üsyan eləmək imkanıdır. Qur'anda insan üsyan ilə məna tapır. Bu üsyan da 3 cürədir. Birisi Allahın əleyhinədir. Həmən ki Həzrəti Adəm ulu dədə babalarımız elədi və dədə babamız elədi. Belə mərifəti haq bir miras yadigar kimi ondan qaldı. O üsyanın adı həmən günahdır. İnsan belə üsyanda günah ilə anlanılır. Belə üsyan bir aşamda insana gərəklidir. Niyə? Tanrı meydana gələ, qəffariyyət, qəfurluq, təvvabiyyət sifətini, üzünü suçlu adamlara görsədə, əlbət günahdan sonra tövbə gərəklidir. Tövbə yəni qeytmək. Kim qeydəcək? Burada da Allah qeytməlidir. Niyə? O təvvabdır. Təvvab tövbə qəbul edən mənasında deyil. O məna çox yüngül, dayaz anlamdır. Təvvab yəni işi peşəsi çox qeytmaqdır. Kim, hara? Tanrı günah edən bəndələrə sarı. Daha önəmli tövbə Allahın bəndəyə sarı qeytmağıdır. Qur'anın son məqsədi bu aşamda fəlah belə macəralı yollardan keçir. İkinci üsyan tağutun əleyhinədir. Üsyandır. İnsan toplumsal ədaləti liyəqumən nasu bil qisti belə üsyan ilə yarada bilər. Onda urvətul vusqaya dayanar, lənfəsamə ləhə olar. Nə yırtılar, nə üzülər. Üçüncü üsyan insanın öz əleyhinədir. Üsyan eləməlidir. O həməndir ki, Qur'an buyurur, əleykum ənfusakum. Özünüzün əleyhinə, özlüyüzü tapmağa, kimliyinizi, hüviyyətinizi tanımağa üsyan gərəklidir. Bu aşamda sonra Qur'anın buyruğu insanın özünü tanımaqdır. Ya eyyuhəl-ləzīnə āmenū əleykum ənfusakum la yəzurrukum mən zəllə izəhtədəytum. Ey müminlər, sizlərə düşən özünüzü tanımaqdır. Niyə? Bizim damğalar, ayələr, simgələr sizi mücərrəbləndirmək üçün 2 yerdə ola bilər. Sənurihim ayatina fil afaq və fi ənfusihim. Birisi ufuqlərdədir, o birisi də sizin içərinizdədir. Və fil ərzi ayatun lil muqinin. Yer üzündə yəqinə çatmışlara və fi ənfusikum və sizin öz içinizdə damğalar, ayələr vardır. Əfəla tubsirun, düşünməyəcəksiniz. Niyə? Ərəfə nəfsəyə çatasız, insan olasız, düz düşüncəyə yetişəsiz. Düşüncə axı bir oxa oxşar. Düz olsa amaca sancılar, hədəfə taxılar. Ustad Barışmaz demişsən, dedi əyri kamana bir səhər ox, aynalarda özünü görməlisən.
Ey ətəkdən başına düz yeri yox, nə qədər əzməlisən, büzməlisən. Əsniyib əyri çaman güldü dedi, baxma sən əyri buruq yeddi qatam. Əyri olsam da düzü düz tanıram, kim görübdür oxu mən əyri atam. Əyrilik bir çamana eyib deyil, ox gərəkdir ki düz olsun nə çaman. Nəsimi demişsən, gözlərin Allah nurun ayətin təfsir edər, ey bu mənidə xəbərsiz surət rəhman budur. Biz qutadq o bilikin insanşünaslığında yaxşılıq, vəfalıq, faydalı anlamları görürük. Farabinin insanşünaslığında təavunu. Bunları indi Qur'an ilə tutuşturaq. Üç insani sifət Farabinin qutadğı biliklə Qur'anı insanşünaslıq süfrəsində birlikdə odudur. Ən birincisi yaxşı olmaq, yaxşı iş görməkdir. İkincisi təavun, bir-birinə yardımcı olmaqdır. Üçüncüsü vəfalı olmaqdır. Qur'an-ı Kərim buyurur: "Lən tənalul birrə hətta tunfiqu mimma tuhibbun." Heç zaman yaxşılığa çatmayacaqsınız, yaxşılıq bacasından baxmayacaqsınız. Məyər o zaman ki, sevdiyiniz şeylərdən, mallardan bağışlayasınız. Bu Qur'anın sözüdür, lən işlədibdir, gələcəkdə nəfidir. Heç zaman bir möhkəm, sınmayan qaydadır. İstəyirsiniz, yaxşı olasınız, bağışlayın. Artıq-urtuq şeylərinizi yox, lazım olmayanları yox. Nəyi? Onu ki, sevirsiniz. Sən istəyirsən Qur'an baxımından yaxşı insan olasan, sevdiyindən bağışlamalısan, istədiyindən paylaşmalısan. Yaxşılıq Qur'anda nədir? Birincisi, sevdiyin şeylərdən, mallardan bağışlamaqdır. İnnellezine amenu və amilussalihat nə qədər Qur'anda gəlibdir. Yəni iman təhcə kafi deyil, yaxşı işlər görmək lazımdır. Yaxşılıq da Qur'anda əl-birridə görürük. Əl-birridə Qur'an açıqlayır. Sevdiklərindən bağışlamalısan. Qur'an heç yerdə yaxşı işi özünə aid olan, Tanrıya aid olan bir iş bilmir. Ber dünyasına girməyə güclü inanc, yaxşı işlər axtarmalısan. Yaxşılıq, yaxşı işlər görməkdir. El sözlərimizdə də gəlibdir. Ağac yemişindən bəlli, adam etmişindən bəlli. İnsanlar yaxşı işlərdən bəlli olunurlar. Nə qədər Qur'anda imandan sonra əməl salih gəlibdir. Yəni iman təhcə kafi deyil. İnnellezine amenu və amilussalihat səyəcəl lehumurrahmanu vodda. İman gətirənlərə, yaxşı iş görənlərə Rəhman da ürəklərində məhəbbət yaraldır, rezqini çoxaldır, yaxşılaşdırır. Mən yu'min billah və ya'mal salihan yudkhilhu cennatin tecri min tahtiha'l enhar xalidin fiha abadan qad ahsanallahu lehu rizqan. İkincisi ortaq sifət insanşünaslıqda təavundur. Qur'an-ı Kərim buyurur: "Təavunu aləl birri və təqva və la təavunu aləl ismi vəl udvan." Berridə, yaxşılıqda, təqvada bir-birinizə yardımcı olun. Günahda, təcavüzdə bir-birinizə yardımcı olmayın. Üçüncü ortaq sifət insanşünaslıqda vəfalı olmaqdır. Qur'an-ı Kərim buyurur: "Ya eyyuhellezine amenu ufu bil uqud." Ey iman gətirənlər, əhd və qərarlara vəfalı olun. Yeri gəlmişkən Nəhcül Bəlağənin və Qutadğı bilikin insanşünaslığını Farabinin milli fəlsəfəsi ilə tutuşturaq. Həzrət Əli bəşər aləmində birinci müsəlman kişi olaraq peyğəmbərə vəfadarlıqda, imanda bir örnəkdir. Bütün bəşəriyyətə hikmətdə, mücahidətdə, şücaətdə, inancı, düzlükdə, qənaətdə bir ülgüdür. Bütün müsəlman siyasətçilərə beytulmalı qorumaqda, xalqla doğru düzgün davranmaqda, ədaləti hər şeydən üstün tutmaqda bir şəxsiyyətdir. Geçək şubiyənin ğali düşüncəsində onu peyğəmbərdən, bəzən Allahdan da nəuzubillah üstün tutur. Şubiyənin götürümləri o həzrətlə asılı Nəhcül Bəlağənin heç bir yerində yoxdur. Olsa da əməldə heç vaxt görsədənmir. Qur'an özü şuubiyyə düşüncəsi ilə mübarizəyə, döyüşə yol açır. Niyə ki, şuubiyyənin ən böyük risaləti tərsə düşüncəni yaymaqdır. Adamları özlərindən, öz zehni, əqli, fəlsəfi, irfani yurtlarından çıxartmaqdır. İnnəmə yənhakumullahu. Şübhəsiz
Allah sizi nəhy eləyir dostluqdan, yoldaşlıqdan. Ənəl-ləzīnə qatalukum fid-din, onlarla ki sizin inancınızla döyüş aparırlar. Və əxrəcukum min diyarikum, sizləri öz yurdunuzdan zehni, əqli, fəlsəfi, həkəmi, irfani düşüncənizdən çıxardıblar. Və zahəru əla ixracikum, sizin köçütməyinizə bir-birinə qol-qola verirlər. Ən təvəlləvhum, dostluq eləməyin. Və mən yetəvəlləvhum, kimsə onlarla yoldaşlıq eləsə, fəulaikə humuz zalimun, onlar əlbət ki zülümkardılar. Mümtəhənə surəsi 9-cu ayə. Mənin yerinə bir yalançı ma, yəni biz o tutmaqdadılar. Ayə açıq aydın şüubiyyənin düşüncəsi ilə yoldaşlığı nəhy eləyir. Deyirlər bir gün tülkü ilə dəvə qərara gəlirlər yoldaşlığı elə dərəcədə yuxarıya qaldırsınlar ki, daha bir-biri ilə danışanda mən sözü işlətməsinlər. Özəl yaşamağı ortaq yaşamağa çevirsinlər. Tülkü dəvəyə deyir, daha bundan bu yana demə mənim dəvə balam, decinən bizim balamız. Mən də deməyəcəm sənin palanın, deyəcəm bizim palanımız. Sən də demə sənin quyruğun, denən bizim quyruğumuz. Dəvə inandı. Neçə müddət belə yaşadılar. Bir gün tülkünün av girinə keçmədi. Bərk acdı. Gəldi dəvənin xırdaca balasını çəkdi bir tərəfə, yırtdı, yedi, ağzı gözünü sildi. Dəvə gəldi, gördü balası yoxdur. Tülküdən soruşdu. Tülkü özünü bilməzliyə vurdu. Dəvə balasını axtardı, gördü leşi bir tərəfdədir. Dedi tülkü, mənim balamı kim bu günə salıbdır? Tülkü dedi, sən hələ tərbiyyət olmayıbsan. Genə sən dedin mənim balam, deyəcəydin bizim balamız. İndi biz bilmirik deyəcəyik. Urmu gülü Misi süngün sənindir, yəni məndir, ya bizimdir. Axı özgənin namazını dəstəmazsız qılar. Hər halda o həzrətin insanşünaslığı da türk müsəlmanların milli fəlsəfəsi ilə, milli hikməti ilə, Qur'anın insanşünaslığı ilə bir məqsəd, ortaq amac daşıyır. O cümlədən birincisi, insan ən birinci addım atmağı özünü tanımaqdır. Özünün rütbəsini, qədrini tanımalıdır. Həman rütbə ki Farabinin düşüncəsində vardı. Həzrət buyururdu, Rəhiməllahu imrən ərəfə qədrəh. Allah rəhmət eləsin o insana ki öz rütbəsini tanıyır. Hələ ki imrun ləm yərif qədrəh. Ölsün o insan ki öz rütbəsini, qədrini tanımır. Özgə hənasının rəngi olmaz. Həmən Farabinin mərtəbə qavramıdır. İkincisi, insanın qədri, mərtəbəsi hardadır? O yerdədir ki, yaxşı ola bilər, yaxşı iş görə bilər, ziyankar ola bilməz. Qiymət kulli imri'in ma yuhsinuhu. Rütbə haradır? İnsanın dəyəri o yerdir ki, orada bu yaxşı işlər görə bilər. Qutadğu bilikin yaxşılıq qavramı həməndir. İş ver, iş bilənə bir çörək də üstəlik artıq ver. Üçüncü, axırıncı insanşünaslıq Nəhcül Bəlağədə ki, bir ən böyük bəşəriyyət üçün bir peyğamdır, o da üzgür yaşamaqdır. Kimsənin qulu olmamalıdır. La təkun əbdə qəyrək fəqət cələkəllahu hurra. Heç kimin qulu olmamalısan. Tanrı səni üzgür, azad yaşadıbdır. Sağ olasız, gələn görüşə qədər.